Orada yazdığım şeiri deyəcəm. Çünki Azərbaycan torpağı və bu torpağın sərvətinin hamısı Azərbaycan xalqına məxsusdur. O şəxs adamların deyil. Amma çox təəssüf, biz onu görə bilmirik. Şeirin adı oldu Torpaq mənim payım hanı? Kimlər sənə yazdı qərar? Gözün yaşlı sinən qabar. 8 milyon şərikin var, torpaq mənim payım hanı? Minalanıb tacın, taxtın, qara neftin, qara baxtın. Selə dönüb hara axtın, torpaq mənim payım hanı? Bu nə hücum, bu nə yarış, bu nə küsü, bu nə barış? Satılırsan qarış-qarış, torpaq mənim payım hanı? Dərdi yozmaq istəyirəm, şeir yazmaq istəyirəm, səngər qazmaq istəyirəm, torpaq mənim payım hanı? Hər yan düşmən, hər yan yağı, əldən verdik Qarabağı. Məmurların ləl yatağı, torpaq mənim payım hanı? Örnəydin xeyrə şərə, necə oldu bu mənzərə? Paypiş olduğu neçə yerə, torpaq mənim payım hanı? Dəryaz çalmaq istəyirəm, məhsul almaq istəyirəm. Şəhid olmaq istəyirəm, torpaq mənim payım hanı? Alqaydam həsrət canda, dərd ürəkdə, qeyrət qanda. Yer qalmıb qəbristanda, torpaq mənim payım hanı? Torpaq sevənləri alqışlayıram, torpağına bağlı, elinə bağlı, vətəninə bağlı olanları alqışlayıram.